80 qram şəkəri, bir dənə də yumurtasını qatacağım. Sonra qoyacağım, yarım saat xalaziyyətdə qalacaq. O vaxtacan biz işlərimizi görəcəyik. Sonra keçəcəyik buna. Bunun biraz əngəlozağı çoxdur. İçinin pastası, o dəfə cheesecake idi, içində tartletim. Bu dəfə içində püstəli krem qanaj olacaq. Dadlı bir qanajdır. Ağ şokolad, püstə pastasını burada hazırlayacağım sizinlə. Hazırlamaq istəməyənlər, püstə pastası satışda var. Bahadır, amma Dubai şokolad eləyəndə yəqin ki, alıb eləmişsiniz, amma hazır püstəmiz var. Püstədən özümüz də hazırlayacaq. Çətin deyil. Hazır aldığımızdan 2 qat, 3 qat ucuz başa gəlir. Sizlə o dəfəki tartelet eləyəndə yağla şəkər pudrasını çıxmışdıq, ağappa olandan sonra. Onun yumurtanın sarısını tökmüşdük, deyəcəm indi. Amma bunda biraz belədir. Sən Aleksa baxmadın o Manokada işləyənlərə? Baxdım biraz. Başıma gələn bir şey oldu. Biraz çətin işləyir, amma çünki onlar Michelin ulduzu yerlərdir də, otelləri onların belədir. Dünyanın ən bahalı adam turistləri qalır orada, aylarla.